Uzun müddət kasıblıq yalnız gəlirin azlığı kimi izah edilib. Ancaq son illərin psixoloji tədqiqatları göstərir ki, maddi çatışmazlıq insanın düşüncə tərzini dəyişir və bu dəyişiklik kasıblığı daha da dərinləşdirə bilir. Princeton Universitetinin alimləri Sendhil Mulaynatan və Eldar Şafir kasıblıq şəraitində yaşayan insanların beyninin daim qıtlıq rejimində işlədiyini müəyyən ediblər. Pul, vaxt və imkan azlığı diqqəti daraldır. İnsan gələcək planlar qurmaq əvəzinə bütün zehni enerjisini bugünün probleminə yönəldir. Bu vəziyyət sanki beyni tunelə salır. Ətrafdakı digər imkanlar görünməz olur. Bu da insanı davamlı zehni yüklə üz-üzə qoyur. Kasıb insan gündəlik həyatda saysız-hesabsız xırda, amma həyati qərarlar verməli olur. Hansı borcu əvvəl ödəməli? Hansı xərci təxirə salmalı? Hansı ehtiyacdan imtina etməli? Tədqiqatlar göstərir ki, bu cür davamlı qərar vermə prosesi zehni yorğunluq yaradır və müvəqqəti olaraq düşünmə qabiliyyətini zəiflədir. Maraqlıdır ki, bu təsir alkoqol qəbulundan sonra yaranan zehni zəifləməyə bənzədilir. Psixologiyada öyrənilmiş acizlik anlayışı da kasıblıqla sıx bağlıdır. Martin Seligmanın tədqiqatlarına əsasən, insan uzun müddət səylərinin nəticə vermədiyini gördükdə zamanla cəhd etməyi dayandırır. Kasıblıq şəraitində yaşayan insanlar tez-tez eyni təcrübəni yaşayır, çalışır, amma həyat dəyişmir. Nəticədə beyin uğur ehtimalını realdan daha aşağı qiymətləndirməyə başlayır. Sosial mühit də bu prosesdə mühüm rol oynayır. Araşdırmalar göstərir ki, insanın gəlir səviyyəsi çox vaxt onun ətrafındakı insanların orta səviyyəsinə yaxın olur. Əgər kasıblıq normallaşdırılıbsa, beyin onu təhlükəsiz və tanış vəziyyət kimi qəbul edir. Dəyişiklik isə risk kimi görünür. Stanford Universitetinin məşhur Zephyr təcrübəsi maddi stresslə psixoloji davranış arasında maraqlı əlaqə göstərib. Uzunmüddətli çətinliklər yaşayan uşaqlar mükafatı gözləməkdə çətinlik çəkir, çünki beyin sonra anlayışına etibar etmir. Kasıblıq şəraitində böyüyən insan üçün gələcək qeyri-müəyyən olduğundan ani qazanc daha məntiqli görünür. Bu tədqiqatlar kasıblığın yalnız cibdəki pulla deyil, beynin necə işlədiyi ilə də bağlı olduğunu göstərir. Maddi çatışmazlıq düşüncə mexanizmini dəyişir. Bu dəyişiklik isə öz növbəsində kasıblığı daha davamlı hala gətirir.